فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك على هؤلاء شهيدا. بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Qardaşlar, sizinlə yenə də oturub Allahı zikr etmək xoşdur. Allaha şükürlər olsun ki, Allah bizi yenə də onu zikr edib, onu xatırlayan qullarından eləyib, müvəffəq edib belə bir məclisdə oturmağı. Həqiqətən Allahı zikr etmək və onun dinini öyrənmək Allahın bir qövmə olan lütfündəndir, mərhəmətindəndir. Allah onlara xeyir istəyir. Və bugünkü mövzumuz yenə də Kitab-ül Kəbair, böyük günahlar haqqında olan kitabdır. İmam Muhammed Əbdülvahhab Rəhməhullahın Şeyx Fovzan Həfsəhullah şərh eləyib. Və bu mövzuda 5-ci dərsimizdir. Və biz bundan qabaq qəlb əməllərindən danışmışıq. Çünki qəlb əsasdır. Qəlbdə problem olacaqsa, əzalarda yəni daha çox problem olacaq. Çünki qəlb əsas mərkəzdir. Ona görə insan gərək birinci növbədə qəlbini düzəltsin. Ona görə də şeyx burada birinci qəlbin günahlarından başlayıb və biz bundan qabaq keçdik təkəbbürlük haqqında. Və bu gün də götürəcəyimiz mövzu ucubdur, ucub. Ucub nədir? İnsanın ibadətinə görə özünü bəyənməsi. Və bu da ən qorxulu günahlardandır, ən dəhşətli, şiddətli bəlalardandır. Hansı ki, insan elə zənn edir ki, o Allah yanında artıq bir məqama sahibdir. Artıq yəni əməlləri ilə artıq cənnəti haqq eləyib. Allah qorusun, yəni bu şeylər çox təhlükəli fikirlərdir. Və şeyx burada ayə ilə başlayır. وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ. O kəslər ki, Rəblərinin əzabından qorxurlar. Və bu sifət möminlərin sifətidir. Həqiqətən möminlər, Allaha çox ibadət edənlər daima Allahın əzabından qorxublar. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, İnnəl insənə xuliqə həlu'a. Həqiqətən insanın yaradılış sifətini Allah Subhanahu zikr edir burada. Həqiqətəndir, insan mal-dövlətə çox həris yaradılıb. Yəni mal-dövlətə çox hərisdir insanlar. İzə məssəhu şərru cəzu'a. Ona bir xəstəlik, bir yoxsulluq üz verərsə, özündən çıxar. Yəni şər üz verərsə. Və izə məssəhul xayru mənu'a. Və ona da bir xeyir, mal-dövlət, bir nəsə xeyirli bir şey əldə eləyərsə, simiclik eləyər. İnsanın sifətləridir bunlar. Ümumiyyətlə, yadda saxlayın, bu ayələri oxumamışdan qabaq bir dənə şey deyim ki, Quran-ı Kərimdə insan adı gələndə ancaq pis mənada gəlir. Allah məzəmmət edir insan sözünü. Baxsınız bir çox ayələrə, demək olar ki, insan sözün gələndə insanın necə olduğunu Allah vəsf edir Quran-ı Kərimdə. Məsələn, innəl insənə ləfi xusur, insan xusran içindədir. İnnəl insənə li rabbihi ləkkənud. Həqiqətən insan Rəbbinə qarşı nankordur və bu ayə, başqa ayələr. Və burada da görsən Allah Subhanahu taala insanı necə vəsf etdi? Yəni ona bir çətinlik üz verərsə özündən çıxar, asilik eləyər və ona bir var-dövlət, bir nemət gələrsə xəsislik eləyər. Amma Allah Subhanahu taala istisna eləyir. İlləl musallin, yalnız namaz qılanlardan başqa. Fikir ver, yəni namaz qılan belə olmalı deyil. Namaz qılanda bu sifət varsa, deməli Allah qatında həqiqi namaz qılanlardan deyil. Əl-ləzinə hum alə salatihim daimun. O kəslər ki, namazlarında daimidirlər, namazlarını daimi şəkildə qılırlar. Vəl-ləzinə fi ənvalihim haqqun ma'lum. Onların mallarında sifətlərini zikr edir o möminlərin. Məlum bir haqq var. Yəni mal dövlətlərində kiminsə haqqı var. O bilir ki, bu mal dövlətdə kiminsə haqqları var.
Lis-sa'il vel-məhrum. Yəni o dili ilə həm o istəyən, həm də həya edib istəməyən insanın, kasıb insanın haqqı var. Vəllezina yusaddiquna biyawmiddin. O kəslər ki, axirət gününü təsdiqləyirlər və sonra nə buyurur? Vəllezina hum min azabi rabbihim müşfiqun. O kəslər ki, Allahın əzabından, Rəblərin əzabından qorxurlar. Həm namaz qılırlar, həm sədəqə verirlər, həm axirəti təsdiqləyirlər, namazlarını qoruyurlar. Həmçində nə edirlər? Axirətin o dəhşətindən qorxurlar. Və onlar Allahın əzabından qorxan kəslərdir və heç vaxt ondan əmin deyirlər, qorxurlar ki, qiyamət günü birdən əməlləri qəbul olunmaz. Və həmçinin onlar demirlər ki, biz müsəlmanıq, artıq salih əməllər edirik və bunlar bizi Allahın əzabından qoruyacaq. Onu demirlər onlar. Əksinə qorxurlar ki, birdən əməllərində naqislik olar, əməllərində ixlasları düzgün olmaz və o əməlləri qiyamət günü onlardan qəbul olunmaz. Həmişə mömin bu hisslə yaşamalıdır, qorxmalıdır. Və sonra deyir ki, onlar əksinə, onların vəsfləri onlardır ki, onlar əməllərinə güvənməzlər və onlar Allahın əzabından qorxarlar və onlar həmçində bununla bərabər Allahın rəhmətinə də ümid edərlər. Deyərlər ki, Allahın rəhməti də var. Allahın rəhməti böyükdür. Allah Subhanahu taala rəhm eləyər, rəhm eləyəndir, yazığı gələr bizə. Yəni əməllərinə baxmazlar, Allahın rəhmətinə baxarlar. Deməzlər ki, biz layiqik bu əməllərlə. Aydındır. İnsan belə olanda ibadəti özündən görmür. Bu önəmli məsələdir. İnsan bilir ki, əgər o bu günləri əməl edirsə, ibadət edirsə, kimdəndir? Allahın rəhmətindəndir ona. Allah onun üçün xeyir istəyib. Aydındır. Yoxsa ki, insan deyər ki, mənim əməlim var, mən ibadət edirəm. O kimdir ki, mənim yanımda, bu kimdir ki, mənim yanımda. Ona təkəbbürlük gələr, ucub gələr. Və həmçində onlar Allahın əzabından qorxarlar. Və bu ayədə möminlərin, namaz qılanların vəsfləri gəldi. Onlardan biri nə gəldi? Onlar namazlarını vaxtında qılarlar, daimi qılarlar. Namazdan heç vaxt tərk eləməzlər və təfsirlərdə gəlir ki, daimi sözü burada, yəni namazlarının içində xuşu olur və həmçində namazlarını vaxtında qılırlar və namazlarının vacibatlarını qoruyurlar. Yəni daimi deyəndə bunlar da başqa bir ayədə Möminin surəsində gəlir. Allah Subhanahu deyir ki, onlar namazlarını xuşu ilə qılarlar. Ona görə də Qurani-Kərimdə heç vaxt görmərsən ki, namaz qılmaq kəlməsi gəlib, iqamə gəlib, iqamə. Yuqimus-salah, yəni namazı iqamə eləyər. İqamə eləmək odur ki, namazı bu vəsflərlə qılırlar insanlar. Yəni namazı müzərrə şəkildə qılmaq əksinə gəlib ki, nədir? Vay o namaz qılanlar halına ki, onlar namazlarında qafildirlər. Yəni o namaz onları günahlardan çəkindirmir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, deyir ki, deməli, İbn Kəsir rəhməhullah Daniel əleyhissalamdan bir qissə gətirir şeydə. Deyir ki, Muhammedin ümməti, o Muhammed sallallahu ümmətini vəsf edərək buyurur ki, onlar elə bir namaz qılırlar ki, yəni Muhammed ümmətini vəsf edir öz qövmünə. Deyir ki, onlar elə bir namaz qılırlar ki, əgər Nuhun qövmü o namazı qılmış olsaydılar, onlar suda batmazdılar. Və deyir, onlar deyir, əgər Səmud qövmü o namazı qılsaydı, dəhşətli səslə həlak olmazdılar. Və deyir ki, həmçinin Ad qövmü deyir, onlar deyir, belə deyək də, o namazı qılsaydılar, həlak edici, əzablı bir küləklə öldürülməzdilər, həlak edilməzdilər. Yəni, bunlar qövmlərin bəlaları. Təbii ki, Nuh əleyhissalamın qövmünə su batırıb onları. Ad qövmünə dəhşətli şəkildə bir külək gəlib, onları məhv eləyib. Həmçinin Səmud qövmünə dəhşətli şəkildə səs gəlib, o səslə onlar elə evlərində ölüb qalıblar. Deyir ki, bu namaz, deməli, bunlardan nə görsənir? Namaz insanı dünyadakı bəlalardan da qoruyur. Allah Subhanahu əzabından qoruyur dünyada. Ona görə insan gərək namazında daimi olsun. O evdə ki, namaz qılınır, o evdə ki, Allahın istədiyi şəkildə ibadət olunur, o ev bərəkətli evdir, xeyirli evdir. Yəni, haşi olaraq bir şey deyim sizə ki, insan gedir bir cin toxunmuş xəstəni müalicə eləyəndə, ilk növbədə o yanında elə azan verəndə o başlayır qışqırmağa.
Niyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, azan verildiyi zaman şeytan səs buraxa-buraxa qaçır. Və sonra deyir, o qayıdır, yenə də iqamə veriləndə deyir, o səs buraxa-buraxa qaçır, ta ki o insan namaza gələnə qədər. Namaz qılanda artıq gəlir, ona namazda xatırladır ki, filan şey, filan şey, filan şey, onun namazdan fikri yayındırmaz. Deməli, azan, iqamə şeytanı qovur. İnsan bu şeylərdə səhlənkarlıq eləməli deyil. Və həmçində Quran ayələri, namazda Quran oxuyursan və namaz hava xuşu ilə qılınır namaz. Namaz niyə görə ibadətlərin şahıdır? Səni namaz məcbur edir ki, sən Quranı oxuya-oxuya onun mənalarını fikirləşəsən. Aydında oxuyursan, məsələn, ayələri oxuyursan, fikirlərsən ki, Allah Subhanahu burada nə deyir, nə deyir, nə deyir. Onda xoş əmələ gəlir namazda. Sonra fikirlərsən ki, bax, mən ayə oxuyuram, özünə xatırlatma edirsən. Sanki insan orada Allahla danışır. Çünki Allahın kəlamıdır o, Allah quluna orada xitab edir. İnsan da qulaq asır, qəlbin ondan düzəldir. Namazdan çıxandan sonra da islah olur. Ona görə də insan namazdan çıxanda mütləq namazdan əvvəlki halı ilə namazdan sonraki halında fərq olmalıdır. Əgər qəzəbli girmisənsə namaza, sən mütləq namazdan sonra yumşalmalısan, səbirli olmalısan, günahları tövbə eləməlisən və s. Və başqa bir ayədə Ayşə anamız, bu da dəhşətli bir hədisdir. Peyğəmbər Allah Subhanahu buyurur ki: "Vallazina yu'tuna ma ataw və qulubuhum vacilatun annahum ila rabbihim raciun." Rəbbinə qayıdacaqlar deyə fikir ver, Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqları namazı, zəkatı, həcci, sədaqəni, digər ibadətləri, qəlbləri qorxa-qorxa onları yerinə yetirirlər. Yəni qorxurlar, ibadətləri də eləyirlər və qəlbləri də qorxur ki, Rəblərinə qayıdacaqlar. Həm də ibadət eləyirlər. Bu ayəni eşidəndə möminlərin anası Ayşə radiyallahu anhə Allah Nəbi sallallahu əleyhi və səlləm soruşur ki, ey Allahın Rəsulu, bunlar o kəslərmidir ki, onlar içki içirlər və oğurluq eləyirlər. Yəni müsəlmandırlar, namaz, oruz, zəkat eləyirlər, həm içki içirlər, həm də oruçdurlar və qorxurlar ki, bu günahlarına görə ibadətləri qəbul olunmasın. O cürünə başa düşür Ayşə anamız. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, xeyr, yə bintə siddiq, ey siddiqin qızı xeyr. Lakin onlar o kəslərdir ki, onlar oruç tuturlar, namaz qılırlar, sədaqə verirlər. Lakin qorxurlar ki, əməlləri qəbul olmaz. Aydındır, çox, yəni möminlərin sifətidir. Onlar o kəslərdirlər ki, onlar deyir, xeyir əməllərdə yarışırlar deyir. Və başqa bir rəvayətdə gəlir ki, onlar o kəslərdir ki, namaz qılır, oruç tutur, sədaqə verir və Allahdan qorxurlar. Yəni bu qədər çalışmalarına baxmayaraq möminlər, onlar Allahın əzabından yəni heç vaxt əmin deyirlər. Çünki Allah qorusun, möminin əməllərini batil eləyən çox səbəb var. Yəni gizlində etdiyi günahlardır, insanların haqqına girib danışmasıdır. Qiyamət günü gələcək, biz o qədər insanlar danışmışıq ki, xəbərimiz yoxdur, halallıq almamışıq. Onlar gələcəklər, hamısı zövcə gələcək, bizdən haqqını istəyəcək. Haqsız yerə haqqına girmişik onun evdə. O qədər olur ki, uşaqlar, valideynlər, hamısı gələcək sənin haqqını istəyəcək. Və sən o günləri pulun olmayacaq ki, ona verəsən, qəbul olunmayacaq. Çünki o gün pul zaten heç bir önəm daşımayacaq orada. Sən pulla cəhənnəmdən qurtulamayacaqsan. O gün sən gələcəksən, kiməsə onu şikayət eləyə bilməyəcəksən. Hər kəs öz hayında olacaq o gün. Ona görə səndən nə tələb olunacaq, o nə istəyəcək ancaq? Sən salih əməlləri ver. Və salih əməllərini də qutaracaq, nə edəcək? Öz günahlarını yükləyəcəksən ki, öz günahları tərəzidə yüngül gəlsin. Hər kəsin belə olacaq. Ona görə insan o gün anasının atasından qaçacaq. Və mömin də bu şeyləri başa düşür, qoruyur. Ona görə Əli radiyallahu anhın gözəl bir sözü var. Deyir, əməl eləməkdən daha çox əməllərimizin qəbul olunması haqqında fikirləşin. Sələflər əməllərini qorumağa çalışırlar həmişə. Həmişə əməllərini qorumağa çalışırlar ki, əməl eləyirik ki, bunu qorumaq var. Şeytan gələcək, qiyamət günü o qədər əməllərimiz var ki, o şeytanın vəsvəsələri ilə alınacaq əlimizdən. Ona görə insan əməllərini qorumalıdır. Çalışmalıdır ki, əməllərini qorusun. Allah bilir, bizim bir saat ərzində oturub kimlərsə qeybətini eləməyimiz bizim neçəli ibadətlərimizi əlimizdən alır. İnsan ehtiyatlı olmalıdır. Və möminlər də buna görə qorxurlar həmişə. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, həlak iki şeydədir. Həlak, insan həlak olması iki şeydədir. Əl-qunut vəl-ucub. Qunut nədir? Allahın rəhmətindən insanın ümidini üzməsidir. Və ucubdakı nədir? İnsanın əməllərini, özünü bəyənməsi. Niyə görə alimə gətirirlər ki, bu iki şeydədir əsas? Yəni, Əbdül Məsud bu şeydədir, sahabə buna görə deyir. Çünki insan Allahın rəhmətindən ümidi üzərində nə edir?
Artıq da çalışmır. Deyir ki, sonra qutardı da. Mən olsa Allah bağışlamayacaq. Allahın ümidindən üzürəm. Rəhmətindən insan, şeytan üzür. O qədər günah eləmişəm ki, Allah mənə bağışlayır. Daha əməl eləmir. Bunda da həlak olur insan. O cubda da nə edir? Deyir ki, daha mən eləyirəm, daha əməl, mən daha artıq çatmışam filan dərəcəyə. Niyə əməl eləyim ki, daha ondan ona daha çalışmağa ehtiyac yoxdur. Artıq hamı məni tərifləyir, özünə də vəsvəsə gəlir. Onunla da qabağa gedə bilmir insan. Onunla da həlak olur. Onun insan gərək bu sifətlərdən çəkinsin. Allahın yəni rəhmətindən ümidini üzmək nədir? Bəzi insanlar yəni günahlar işlədirlər və zənn eləyirlər ki, Allah Subhanahu taala onları bağışlamayacaq. Və nə günahları sanki böyükdür, o qədər böyük günahlar eləyiblər ki, Allah da onların günahlarını bağışlamayacaq. Lakin bu xəta bir fikirdir. Çünki insana vacibdir bilsin ki, insanın günahları nə qədər böyük olur olsun, nə qədər əzəmətli olur olsun, Allahın rəhmətindən ümidini üzməməlidir heç vaxt. Həmçinin də başqa insanlara da vacibdir ki, digərlərinə yəni nəsihət eləyəndə, dəvətçi nəsihət eləyəndə qarşısındakı nə qədər günahı olur olsun, onu ümidsizliyə salmamalıdır. Aydın əksinə deməli ki, Allahın rəhməti böyükdür. Allahın yəni ki, heç bir insana Allah qapısını bağlamayıb. Gəl, hətta birisi o 100 nəfəri öldürən insan, yəni 99 nəfər öldürür, axırda bir nəfəri də öldürür və o insan cənnətə gedir. Yəni insan gərək Allah Subhanahu taalanın rəhmətindən heç vaxt ümidini üzməsin. Allah Subhanahu taala Qurani Kərimdə ayə nazil eləyib: "Qul ya ibadiyellezine esrafu ala enfusihim la taqnatu min rahmetillah." Özlərinə qarşı həddi aşmış qullarıma denən. Allah Subhanahu peyğəmbərə əmr edir ki, denən, neynəsinlər? La taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidlərini üzməsinlər. İnnallaha yaghfiru zunube cəmi'a. Allah bütün günahları bağışlayır. Ona görə insana vacibdir ki, daima tövbəyə tələssin. Bir günah elədirsə, daima tövbəyə tələssin və Allahın məğfirətinə ümid etsin. Çünki Allah mənə inşallah bağışlayacaq. Allahın rəhməti böyükdür və Allahın rəhmətindən də ümidini üzməsin. Həmçinin də ikinci məsələ nədir burada? İnsan özünü bəyənməsin və etiqad etsin ki, nə qədər itaətlər var onda, nə qədər əməllər var, onlar hamısı nə qədər çox olur olsun, o Allaha ibadətdə təqsirlidir. İnsan nə qədər Allaha ibadət etsə, nə qədər tərif eləsə, o təriflər heç nə də Allahın tərifinin yanında, ibadətin yanında. Çünki biz zaten bu cılız ağlımızla Allahı vəsf eləyə bilmərik, ona görə tərif eləyək. Biz, məsələn, adi bir dənə böyük bir dənizi götürək, bizə deyətsinlər ki, dənizi təriflə. Sənin tərifindən daha çoxdur dənizin tərifi, yoxsa yox. Sən elə bütün dənizin tərifinin vəsfini verə biləcəksən, verə bilməyəcəksən. İndi qaldı ki, gör bir dənə böyük planeti, gör bu boyda səmaları, gör bu boyda ərşi və gör onun xaliqini sən necə tərifləyib deyə bilərsən ki, mənim tərifim kifayətdir ona. Subhanallah, mümkün deyil. İnsan Allah subhanallah vəsf eləyənməz öz elmi ilə, tərifi ilə. Aydındır. Ona görə Peyğəmbər həmişə dualarını deyir ki, ya Rəbbi, yəni sən özü necə tərifləyirsənsə, biz də özünü tərifləyirik. Allaha qaytarır özünü. Və həmçinin də insan ibadətində də bilməlidir ki, nə qədər Rəbbinə ibadət eləsə də, yəni o təqsirkardır və heç vaxt da Allahın yerdir ki, əzabından əmin olmamalıdır. Ona görə insan iki şeyi özündə daimə cəm eləməlidir. Neyi? Bir ümid, bir dənə qorxu. Bu quşun qanadları da, quşun bir qanadı olmasa, ibadətin qanadları deyilər. Alimlər buna İbn Qeym gətirir də bunu. Quşun qanadları olmasa, biri quş nə edir? Uçmaz. Ona görə insan daima iki qanadı mütləq saxlamalıdır ibadətdə. Birini qırsa, məsələn, qorxu qanadını qırsa, hara gəlib çıxır? Hansı firqəyə düşür? Kim deyər? Murciə, ircalığa. İrcalıq nədir? Onlar etiqad eləyirlər ki, iman əməldən, əməl imandan deyil. Yəni, heç bir insan nə əməl eləyir, eləsin, belə deyək də, asilik imanla bərabər imana təsir etmir. Nə qədər asi olursan ol, nə qədər itaat etsənsə, iman vahid bir şeydir, nə artır, nə azalır. Əbu Bakrın imanı ilə içki içib şəhadət gətirən insanın imanı eynidir. Yəni, onlar belə etiqad eləyirlər. Və əgər o biri tərəfi qırılsa, rəhmət tərəfi qırılsa, yəni Allahın ümid tərəfi qırılsa, qorxu tərəfi qırılsa, hansı olur? Xavariclər. Xavariclərdə onlar etiqad eləyirlər ki, yəni biz insan əgər böyük günah eləyirsə, artıq İslamdan çıxır, Allah onu bağışlamayacaq.
Lakin əhlüsünnə isə bu ikisinin arası ilə gedir. Daima ümid və qorxu ilə Allaha ibadət edir. Ümid edir ki, Allahın rəhməti var. Allah inşallah bağışlayar və həmçinin də qorxu ilə qorxur ki, günahlarım çoxdur, ibadətlərim qiyamət günü birdən qəbul olunmaz. Ona görə də bu şeylərlə və hətta alimlərdən gətirirlər ki, fitnəli bir dövrdə yaşayırsansa, daha çox qorxu tərəfinə üstünlük verirsən, ölüm zamanı isə artıq ümid tərəfinə üstünlük verirsən. Hədisdə gəlir ki, Peyğəmbər sallallahu deyir ki, kim ölüm zamanı nəyə ümid eləyərsə, ümid etdiyi ona verirlər. Aydın möminlər də təbii ki, Allahın bağışlanmasını ümid eləyər və Allah da inşallah ona bağışlayar. Və növbəti bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm, deməli, bir kişi gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmi deyir ki, onu tərifləyir. Yəni, xeyirlə tərifləyir. Və deyir ki, bir kişini Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında, yəni bir kişini tərifləyirlər üzünə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm həmin adama deyir ki, vay həkə, yəni sənə vay olsun, sən deyir, həmin dostumun boğazını kəsdin. Və bunu dəfələrlə təkrarlayır. Sonra deyir ki, sizdən biri qardaşını, yəni o tərifləyərsə, yəni daha artıq, belə deyək də, imkan yoxdursa artıq yəni şey eləməyə, yəni ki, artıq tərifləməyə, onun haqqında nəsə deməlidir. Belə deyək, desin ki, filan kəs filan cür adam hesab edirəm. Onun həqiqətdə nə cür insan olduğunu isə ancaq Allah bilir. Allaha rəğmən başqa birisini təmizə çıxartmamalıdır. Yəni Allahın yanında kimisə təmizə çıxartmamalıdır. Yəni ümid edirəm ki, o filan kəs belə adamdır. Yəni birbaşa deməsin. Bu hədis, yəni ki, tərif və ucubun, yəni inkarı üçün olan bir hədisdir. İnsan bir şəxsi tərifləyirsə üzünə, həmin insan, o təriflənən insan ola bilər ki, özün böyük görsün. Çünki insanın xislətindəndir ki, insan tərifi sevir. Heç kəs, belə deyək də, istəməz ki, onu kimsə pisləsin. Aydındır. O böyük əxlaq və iman sahiblərinin olur ki, o sələflərdən birinə deyirlər ki, şey nədir, zahidlik nədir? Deyir ki, onu tərifləyəndə də, məzəmmət eləyəndə də onun üçün fərqi yoxdur. Eyni adamdır. Əsl zahid insan budur. Amma insanların çoxsu, yəni nədir, tərifi xoşdur. Heç və istəmir ki, onları eyvləsinlər. Onun üçün bir insan tərifləyəndə ona ucub gələr. Və insan əməlini bəyənər. Ona görə bu, yəni ki, yaxşı şey deyil. Və bir insanı yəni, tərifləyərsə insan, daha yaxşıdır ki, harada tərifləsin onu? Onun olmadığı yerdə, arxasıca tərifləsin. Bu, yaxşı şeydir. Lakin insan onun yanındadırsa, bu yaxşı şey deyil. Və bu, dedi ki, insana hansı xəstəliyi gətirib çıxarar? Ucub xəstəliyini gətirib çıxarar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve selləm yəni qadağan elədi ona və dedi ki, vay olsun sənə, sən onun boğazını kəsdin. Yəni, onu həlak elədin tərifinlə. Ona görə Allah Resulü sallallahu aleyhi ve selləm bunu xoşlamırdı, hətta özü üçün belə. Fikir ver. Gəlib ona deyirlər ki, Əntə seyyidunə, sən bizim seyyidimizsən. Peyğəmbər seyyiddir? Bəli, seyyiddir. Deyir ki, mən Adəm oğlunun seyyidiyəm. Yəni, xəbər mənasında verib onu. Tərif mənasında verməyib Allah Rəsulü. Xəbər mənası başqadır, tərif mənası başqa. Yəni, bildirib ki, mən bütün insanların, Allah məni bütün insanların üstünü seçib. Xəbər verir bu barədə. Aydındır. Lakin onu gəlib tərifləyəndə nə deyir? Deyir ki, Əs-Seyyidullah, Seyyid Allahdır deyir. Yəni, Allahın adından Seyyiddir və ona deyirlər ki, sən bizim ən fəzilətlimizsən və ən mükafat cəhətdən, mərtəbə cəhətdən ən böyük əzəmətlimizsən və o deyir ki, yəni ki, sözünüzü deyin, yəni sözünüzü nəsə varsa deyin, lakin deyir, bu məsələdə yəni şeytan sizi ifrata və hətta aşmağa neynəməsin, aparıb çıxarmasın, yəni sizi şirkə salmasın. Aydındır. Onun çox təhlükəli məsələdə. Görsən, insanın Allah Resulü sallallahu öləndə nə dedi? Onun vəsiyyətlərindən biri də ölüm ayağında nə deyirdi? Yəni, mənim qəbrimi deyir, neynəməyin? İbadətgaha çevirməyin, bayram yerinə çevirməyin. Çünki deyir, bizdən qabaqki yahudilər və xristiyanlar öz peyğəmbərlərinin qəbirlərini neynədilər? İbadətgaha çevirdi. Allah Resulü sallallahu həmişə özü nə deyirdi? Mən Allahın quluyam, Rəsuluyam. Qul, özünə qul dedi də.
Yəni mən Allahın quluyan varsa, indi gör Peyğəmbər s.ə.v hansı ki keçmiş və gələcək günahları bağışlanmış bir insan bu tərifi özündən uzaqlaşdırdısa ya, ondan aşağı olan kim layiqdir ki üzünə təriflənsin? Aydındır? Yəni Peyğəmbər s.ə.v əgər bunu qadağan elədirsə, ona görə də hədislərin birində gəlir ki, sizdən kim səni tərifləyirsə, neynə? Onun üzünə torpaq at. Torpaq at ki, yəni məni tərifləmə. O insana təsir edir, Allah qorusun. İnsana təsir edir bu əməl. İnsan hətta görürsən ki, buna görə nə edir? Özün bəyənər. Əməllərini tərk eləyər. Allah qatında öz yerini, elə bilər ki, insan nəsə bir yer məqam tutub. Allah qorusun, bu insanı xəstələndirər. Və bu münafiqlərin sifətlərindədir. Münafiqlərin yaltaqlığı həmişə olub Allah Rəsuluna. Bu yaltaqların sifətidir ki, insanı üzünə tərifləyirlər. Necə ki, onlar gəlib Peyğəmbər s.ə.v dedilər ki, İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lə Rasulullah. Onlar sənin yanına gəldikləri zaman dedilər ki, biz etiqad edirik ki, biz şahid edirik ki, sən Allahın rəsulusan. Allah sonra deyir ki, Allah da bilir ki, sən Allahın rəsulusan, lakin deyir, Allah şahidlik edir ki, münafiqlər yalan danışırlar. Onlar üzdə deyirdilər, ne üçün deyirdilər bunu? Özlərinə bir qalxan qazanmaq üçün ki, biz İslamlıyıq, Allah onu cəzalandırmasın. Aydındır. Lakin onlar qəlblərində ən yalancı insanlar idi. Ona görə də çox vaxt insanı üzünə tərifləyən insan yaltaq olur. O insanın yanında bir hörmət qazanmaq üçün onu eləyir. Aydındır. Bu yaltaqların sifətlərindən. Ona görə İslam dini bu şeyi qadağan eləyib. Hətta bir qardaşında bilmədən bu şeyə düşərsə, o qardaşa nəsihət etsən ki, bu şeyə düşməsin. Və bu məsələnin bir başqa tərəfi də nədir qardaşlar? Bu Allaha qarşı pis ədəbdir. Allaha qarşı pis ədəbdir ki, əksinə insan bilməlidir ki, insanların halını Allah bilir. Allah Subhanahu nə deyir Quran-Kərimdə? Fələ tuzəkku ənfusəkum. Özünüzü təmizə çıxartmayın. Allah daha yaxşı bilir kim mömindir, kim fasiqdir. Heç kəs özünü tərəfinə çıxarmasın. Aydındır. Bizim o qədər insanlar var ki, elə bilir ki, o yaxşıdır. Allah bilir ki, onun qəlbi Allah yanında ən murdar qəlbdir. O gizlədir qəlbində olan murdarlıqları. Ona görə də bu insan həm insanları tərifləmək Allaha qarşı yaxşı ədəbdən deyil. Çünki Allah Subhanahu taala bilir kimin necə insan olduğunu, kimin sadiq, kimin doğru insan olduğunu və kimin əməlinin Allah rizası üçün olduğunu və yaxud əksi olduğunu. Ona görə də insan bu şeylərdən çəkinməlidir. Ona görə də bu hədis də bizə nə öyrətdi? Bu hədis də bizə öyrətdi ki, insan insanları üzünə tərifləməsin. Əksinə, arxasıca yaxşıdır ki, arxasıca desin ki, daha deməsin, filankəs belədir, desin ki, mən ümid edirəm ki, hesab edirəm ki, mənim elmimə görə o filankəs yaxşıdır, daha doğrusunsa kim bilir? Allah bilir. Bu ədəbdən belə olmalıdır. Yoxsa ki, filankəs 100% yaxşı insandır. Yadda saxlayın ki, əhlüsünnə təkfirdə də istər təskiyədə də bu məsələni kimə həvalə eləyir? Allah Subhanahu taalaya. Çünki cənnət və cəhənnəmə salan Allahdır. Və əhlüsünnə də kim cənnətlikdir? Yəqinliklə deyə bilərik. Kim ki Allah deyib onları. Məsələn, biz bilirik ki, Əbu Bakır cənnətlikdir. Ömər cənnətlikdir. Çünki kim deyib onu? Peyğəmbər s.ə.v deyib. Hansı ki, öz başına heç vaxt danışmayıb o. Məsələn, sahabələr, Allah onlardan razıdır. Və həmçinin, məsələn, keçmiş ümmətlərdən Asiya anamız. Məsələn, Fironun zövcəsi. Bunlar, amma yoxsa ki, məsələn, o qədər əhlüsünnədə alimlər olub ki, ibadətlərində dəhşət olurlar. Amma heç kəs onlara deməyib ki, bu adam cənnətlikdir, yəqinliklə. O, Allahın işidir. Həmçində təkfir məsələsində. Təkfir məsələsində Allah və Rəsulü kim təkfir edibsə yəqinliklə, Firon bilir ki, əbədiyyən cəhənnəmlikdir. Əbu Ləhəb əbədiyyən. Amma müəyyən bir şəxsə gələndə nə edirsən? Sən onun təkfirində dayanırsan. Ona hüccət qaldırırsan, 4 dənə şərt ödənməlidir, 4 dənə maneə qalxmalıdır və güclü şəkildə elmlə onu tətbiq edirsən. Çünki sən bir insana təkfir etsən, artıq onun haqqına girirsən. Vay halına ki, o insanın ki, o təkfiri düzgün olmasın, elm üzərində qurulmasın, zənn üzərində qurulsun, zənnlə də hökm verilmir. Zənnlə hökm verilmir. Aydındır. Sahabə zənnlə öldürdü kafiri. Apiyasa deyir ki, sən niyə öldürdün? O Allah demişdi. O zənnlə öldürmüşdü onu. Orada zənnlə hökm verilmir. Məsələdə diqqətli olmaq lazımdır. Və 2 dənə qısa hədis xatırladaq, inşallah qutaraq. Deməli, bir gün bir nəfər Ömər radiyallahu yanına gəlir,
adı Həris ibn Muaviyyə olur və Ömər radiyallahu anh deyir ki, insanlar onu təşviq edirlər ki, qissələr danışsın. Yəni onlara vaiz versin, moizə eləsin onlara. Və Ömər radiyallahu da həmin adama deyir ki, sənin üçün qorxuram ki, sən o moizəni danışa özünü digərlərindən üstün tasan. Sonra da sən bu əməli etməyə o qədər davam eləyəsən ki, özünü digərlərindən üstün görəsən. Sanki bir ulduzun, yəni yerdəkilərdən üstünlüyü kimi. Və qiyamət günü də sən yəni özünü bəyəndiyin qədər Allah Subhanahu taala səni insanların ayağının altına atsın. Yəni, bu da ən çox kimə aiddir? Allah qorusun, yəni, Allah bizi mühafizə eləsin bu şeydən. Bu dəvətçilərə, elm əhlinə aiddir ki, yəni, bu ucub onlara ən çox gəlir. Elmin bəlaları kitabları var. Elm haqqında alimlər kitablar yazıblar ki, dəvətçinin bəlaları var. Dəvətçi həmişə ümumiyyətlə hər bir əməli özündən bilməlidir. Bax, Ömər radiyallahu anh fikrinə bax. Yəni, onu qadağan eləmədi, amma ona nəsiyyət elədi ki, yəni, sən bu şeyə görə təriflənsən, onu tərk elə. Yəni, insanlar həmin adamın ola bilsin ki, yaxşı moizələri olurdu, yaxşı danışıqları olurdu və Ömər radiyallahu dedi ki, mən sənin üçün qorxuram ki, sənə buna görə ucub gəlsin. Və Ömər radiyallahu onun nəticəsini ona bildirir ki, yəni bundan yəni sən o qədər moizə verərsən, insanlara moizə verərsən, onlar da sənə təriflərlə, ətrafı adamlar yığılar, sənin cəmaatın çoxalar, sənin dərslərinə çox adam gələr və bu da səni nəyə gətirib çıxarar? Özünü bəyənməyə, ucuba. Və Allah Subhanahu taala da qiyamət günü, yəni buna görə səni cəzalandırar. Ona görə məşhur tabinlərdən olub da kim olub? Ömər ibn Əbdüləziz. Yəni bilirsiniz də, yəni çox salih insan olub. Ömər radiyallahu nəvələrindəndir. Deyir ki, o deyir insanlara xütbə verdiyi zaman deyir, danışırdı, dayandı. Və bilirdilər ki, o deyir, neyəsin susurdu deyir, qorxurdu özünə, o bəyənmə gəlirdi və susurdu ki, o bəyənmə ondan gedincə danışmasın. Allah qorusun, yəni ki, birdən insana gəlir ki, mən danışıram, mən gözəl danışıram, mənim gözəl danışmağıma görə insanlar mənim ətrafıma yığılır, bu bəladır insan üçün. Aydındır, bu insan üçün bəladır, artıq insanın qəlbi xəstələnir. Ona görə də dəvətçiyə, moizə verənə yəni vacibdir ki, belə şeylərə fikir verməsin və ucub xəstəliyindən də bununla qorunsun. O yəni ətrafındakı insanlara fikir verməsin, ətrafındakı o cəmaata fikir verməsin ki, yəni güya buna görə yığılıblar onun ətrafına. Əksinə desin ki, mənim taksırım var, yəni mənim söylədiyim bu sözlər öyrənməyə ehtiyacım olduğu elmin yanında çox azdır. Nə qədər yəni elmim olsa da, bilmədiklərim bildiklərimin yanında çoxdur. Aydındır. Yəni təsəvvürlə ki, yəni biz nə bilirik ki, yəni alimlərdən biri də səhv etdi ki, mən 20 il bundan qabaqki elmimə baxıram, elmimi heç nə bilmirdim. Deyir, 20 ildə Allah mənə ömür versə, yenə də baxacam ki, əgər öyrənsəm, bugün heç nə bilmirdim. Aydındır. Ona insan şəriət dəryadır. Allahın yəni şəriəti dəryadır. Bu məsələ çox təhlükəli məsələdir, hansı ki, insanları bu məsələdə yəni, ayaqları sürüşür. Və sonuncu hədisimiz də, deməli, rəvayətimiz Ənəs ibn Məlikdən gəlir, mərfu olaraq. Mərfu yəni ki, Peyğəmbər nisbət eləyir onu. Deyir ki, əgər siz günah etməsəydiniz, mən sizin üçün ondan da daha şiddətli bir günahdan qorxardım. O da nədir? Özünü bəyənmək. Yəni, insanın Allahın hikmətindəndir ki, insan günah eləsin. Müsəlman, mömin, yəni ondan günah baş verirsə, bu da Allahın hikmətindəndir. Çünki mömin nə qədər yəni, günah eləyirsə və bu günaha görə ona qorxu gəlir və o da Allaha tövbə eləyir, özünü bəyənmir. Əksinə deyir ki, mən zəifəm, Allah Subhanahu taala məni əgər öz başıma buraxsa, nə edərəm? Mən salih əməllərimi tərk edərəm. Və bu günah onu yəni, daha da əməlini artırmağa aparıb çıxarır. Əgər həqiqətən bu günah insanı tövbəyə müvəffəq edirsə,
Allahdan qorxmağa müvəffəq eləyirsə. Yoxsa ki, belə günah təriflənən bir şey deyil. Əksinə, günah var ki, insanı əksinə Allahdan uzaqlaşdırır. Və əgər mömin, yəni möminə hər bir kəs günah eləyir. Necə ki, insan itaət eləyərsə və itaətində heç vaxt günahkar olmarsa, günah eləmərsə, Allah qorusun insanın qəlbinə bu çox vaxt zərər verə bilər. Onu aparıb çıxarar özünü bəyənməyə. Lakin insan günah elədiyi zaman, bu da Allahın məsləhətindəndir, Allahın həmin hikmətindəndir ki, onda insan üçün xeyir var. Çünki insan günah elədiyi zaman günahını xatırlayır, Allaha tövbə eləyir, Allaha qayıdır və bununla da onun qəlbindəki o ucub xəstəliyi, yəni sönür. Və bu hədis dəlildir ki, günahların, yəni bəzi müsəlmanlardan günahların baş verməsi Allahın həmin qula olan xeyrindəndir ki, insanın qəlbinin sınmasına, tövbə eləməsinə, onun Allaha qayıtmasına səbəb olur. Əgər bu günah həqiqətən ona xeyir verirsə. Çünki İbn Qeym rəhməllah gətirir, bir dənə kitabı var onun, Əl-Vabil Sayyib. Orada gətirir ki, bir insan var ki, itaət eləyir, bu itaət onu cəhənnəmə aparır. İnsanda var ki, günah eləyir, o günah onu cənnətə qazandırır. Deyirlər, necə? Deyir, insan itaət eləyir və itaətində deyir ki, mən cənnətə layiqəm. Özünü bəyənir, təkəbbürlənir, əməli Allahdan bilmir. İtaəti ilə insanlara xor baxır, insanlara alçaldır. Belə insanlar var. Saqqal saxlayır, insanlara xor baxır. İbadət edir, meçidə gedir, insanlara xor baxır. Sən kimsən, mənə söz deyirsən. O itaət onu cəhənnəmə aparır. İnsan da var ki, deyir, günah eləyir. O günaha görə elə bir şiddətlidir, sonra peşman olub tövbə edir ki, elə bir Allaha qayıdır ki, o günah səbəb olur ki, Allaha qayıtmasına. Kim misal verər? Kim misal versə 5. Hə? Kim misal verər? Zina edən qadın. Yox. Adəm əleyhissalamla İblisin misalı. İblis necə təkəbbürləndi? Mən Adəmə niyə səcdə eləyim ki? O oddan yaranıb, torpaqdan oddan yaranıb və öz ibadətinə öyündü. Hə? Və onun o güvənməsi onu Allahın rəhmətindən əbədi uzaqlaşdırdı. Amma Adəm günah elədi. Hə? Bəli, o günah ona səbəb oldu, tövbə elədi. Allahın qabağında özünü sındırdı və Allah onu bağışladı və yenidən onu cənnətə qaytaracaq. Onu əff etdi, tövbəsini qəbul etdi. Ona görə də insan, günah insanda olanda insan heç və Allahın rəhmətini ümidini üzməməlidir. Əksinə, günahlarda da davamiyyətli olmaq olmaz, israrlı olmaq olmaz. Allah qorusun, bəzən günahında israrlı olarsa insan, günahından həzz alarsa, Allah onu tövbədən müvəffəq eləməz, tövbədən uzaqlaşdırar. İnsan tövbə eləyə bilməz. Yox, əgər insan günah eləyirsə, hər birimiz günaha düşə bilərik, istənilən bir günaha, insan qorxmamalıdır, yəni Allaha qayıtmalıdır, bilməlidir ki, Allahın qapısı, tövbə qapısı daima açıqdır. Dərhal Allaha qayıtmalıdır və tövbə etməlidir və bilməlidir ki, Allah Subhanahu taala tövbələri qəbul edəndir, ümid etməlidir və Rəbbinə söz verməlidir ki, o günaha qayıtmayacaq. Daha da əzmkarlıqla nə etməlidir? Əməllərini yerinə yetirməlidir. Çünki bilmək lazımdır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, hər bir seyyiə, yəni o günahın dalıyca gətir, xeyirli əməl gətir ki, onu silsin. Peyğəmbər deyir ki, İttəqillə haysu mə kuntə və atbi'is seyyiətəl həsənətə təmhuhə. Yəni Allahdan harda olursan ol qorx və deyir o günahın dalıyca da xeyirli əməl gətir ki, onu silsin. Və ayədə nə gəlir? Həqiqətən həsənətlər günahları silir. İnsan günah elədiyi zaman heç vaxt Allahın rəhmətinə ümidini üzməməlidir. Əksinə Allaha qayıtmalıdır və Allaha tövbə etməlidir və bilməlidir ki, əməli də ona müvəffəq edən Allahdır və Allah istəsə, insan təkəbbürlənsə, Allahdan üz döndərsə, Allah onu zəll eləyər. Allah qorusun, hədisdə, sonuncu hədis gəlir ki, Peyğəmbər nə deyir hədisdə ki, yəni ki, sizdən biriniz cənnət əhlinin əməlini eləyər, o qədər eləyər ki, onunla cənnət arasında bir dirsək məsafə qalar, fəyəsbihu aleyhil kitab və onun kitabı, yəni qədəri onu qabaqlayar, fəyə'məlu bi əməl əhl-cənnə fəyədxuluhə və cəhənnəm əməlini eləyib cəhənnəmə daxil olar. Allah qorusun.
Yəni insanın qəlbinin xəstəliyi, o cür xəstəliyi ölümünə yaxın üzə çıxır. Ona insan gərək qorxsun daima Allahdan, əməli də Allahdan bilsin, günahı da özündən və nəfsindən bilsin və daima bu ümidlə qorxarsın, Allah ibadət etsin. Allah bizi bu xəstəlikdən qorusun. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi qəlbimizi təmiz eləsin. Düzün Allah bilir və sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi səhbə ecmaîn.